Bu strateji olaraq Trump'ın yox, Amerika Birləşmiş Ştatlarının strateji olaraq məğlubiyyətidir. Strateji nə mənada, yəni nüfuzunun aşağı düşməsi 80 ildə, yəni ki, faktiki 2-ci Dünya müharibəsindən bəri dünya düzəninə, nizamına bir yön verən, istiqamət verən, bəzən qoruyan, düzdür, son vaxtlar qoruya bilməyiblər. Yəni ki, bu prosesdə Amerika Birləşmiş Ştatları olduqca zəif görsəndi. Deyə bilərsiniz ki, burada yəni ki, ən pis sülh belə müharibədən yaxşıdır. Yəni ki, biz bunu qəbul edirik, bu ən pis sülh belə müharibədən yaxşıdır. Amma gəlin bundan sonra baş verə biləcək hadisələrə diqqət yetiririk və ona görə də müəyyən həyəcanımızı bildiririk. Belə deyək ki, Trump'ın məğlubiyyəti, Amerikanın məğlubiyyəti Azərbaycana belə də ki, mənfi təsirləri nə ola bilər? Yox, söhbət Amerikadan getmir. Söhbət qonşumuz İrandan gedir ki, İran özünü 2 gündür ki, ümumiyyətlə nə 2 gündür, elə bütün müharibə boyda, yəni ki, istəyir keçən ilki 12 günlük müharibə, istəyir 40 günlük müharibədə hərbi məğlubiyyətə uğrasa da, yəni ki, faktiki olaraq rəsmən məğlub deyil. Rəsmən qalib də yoxdur bu savaşda onsuz da, məğlub da yoxdur, amma dözümlülük və inatkarlıq nümayiş etdirdiyinə görə İran özünü qalib hesab edir. Və bu qalibiyyəti kimin üzərində əldə edibdir? Amerika Birləşmiş Ştatlarının dünyanın bir nömrəli gücünün. Yanında da İsrail. Yanında da təbii ki, İsrail. İki gücdür. Və indi təsəvvür edin ki, bundan sonra İran rejimi, İranın xarakteri elədir ki, yalnız belə də ki, özünü güclü hesab eləmək deyil, öz gücünü başqalarına göstərmək həmişə bu istiqamətdə olubdur. Zamanında tutaq ki, əgər İslam inqilabının ekspansiyası ilə məşğul olubdursa, indi isə bunu daha da genişləndirə bilər və nəinki qonşulardan biri də bizik, həmişə təhdiddə, hədədə saxladığını bilirik. Hətta müharibənin getdiyi bir dövrdə də biz İran rəsmilərindən, İran deputatlarının dilindən Azərbaycanın yer üzündən silərik kimi ifadələrin şahidi olmuşuq. Ona görə mən şəxsən, biz deyə daha doğrusu Azərbaycanı narahat edən məsələ odur ki, qonşuda aqressiv bir dövlətin, Azərbaycana qarşı belə də ki, aqressiv münasibətdə olan bir dövlətin bu məsələdə özünü qalib hesab eləməsi, özünü qalib edib perspektivdə müəyyən bir problemlər yarada bilər. Və yenə də deyirəm, bu təkcə bizlə bağlı deyil. Təsəvvür edin ki, bu Körfəz ölkələri ilə də bağlıdır, yaxın və orta şərq üçün bütövlükdə belə deyək ki, bağlıdır.